Uşaqlar, videoma keçmədən əvvəl bunlar mənim aldıqlarımdır hamısı. Bunları videonun sonunda göstərəcəm. Amma bunları necə aldığımla bağlı videoları paylaşmışam. Onlara baxın. Sonda isə hamısını sizə göstərəcəm. Xoş izləmələr. Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizinlə uni alışverişi videosu çəkirəm. Keçən ilin bu vaxtı mən burada məktəb alışverişi Back to School bağlı bir video paylaşmışdım. Yine eyni yer, eyni məkana gedirəm. Amma bu dəfə fərqli yer üçün alışveriş edirəm. Ümid edirəm ki, videomu bəyənərsiniz. Bu videom sırf universitetə hazırlıq videosu kimi gedəcək. Premium elə gəlmişik. Keçən də bura gəldik. Mən çox da şey almayacağım. Yəni universitetə gedib ki, 3-4 dəftər alaram. Bacım bu il 9-cu sinif olduğuna görə biraz daha yaxşı alışveriş edəcək. Mən biraz orta. Görürsünüz. Ayım bacım aldı bundan. Alacağım. Sonra görürsən universitet ağacı istifadə edirlər, necə yox. Maşallah. Buna baxın. Gözəldir. Al. Kırmızı almışam. Sarı kondaş almışam. Çıkar alacağım. Çıkarlardan hansı ha, uşaqlar, bacım alışverişimi bitirdi. İndi mən öz alışverişimi alacağım. Siz necə cüzi bir şeyler almaq istəyirəm. Çok az dəftər almaq. Spiral dəftər almaq. Əsl ilk kurslarda maraqlandım. Tanışlarım var. Dedim ki, biz çox dəftər almağa dəyinir. Görürsünüz. Gəl. Uşaqlar. Görürsünüz dəftərlərim 3 dənə aldım. O. Bu. O bu. Ha. Sen hatırlamam. Sonra İngiliz. Birinci mərtəbəsində və alt mərtəbəsində belə çoxlu qələmlər yerləşir. İndi isə ədəşcə qalxırım. Çok sıra var dostlar. Biz indi gözləyəcəyik. Şalanə tamam. Sən istədiniz götür, mən alacağım sən. Nə istəyirəm, sağ ol. Mutfağa çok hoşuma tavsiye. Mutfağa tavsiyesi dostlar. O çox möhtəşəm sıradan sonra çıxa bildik. Mən aldıqlarımı ümumiyyətlə alışverişim bitdikdən sonra göstərəcəm. Bacımla ki öz kanalını göstərək. Salam uşaqlar, bugün universitetimin ikinci alışveriş videosunu çəkirəm. Özümə paltar almağa gəlmişəm. Böyle sarı çikolata var. Görürsünüz. Yani de anca sarı çikolata anca. Normal paltar yoxdur. Əslində sarı çikolata almağa gəlmiş, hə. Ona görə sarı çikolata baxacağam. Sonra burada şalvarlar var, görürsünüz. Baxın, burada full oradan bura qədər şalvar. Bu şalvar da aldım, bilmem. Salam uşaqlar, universitet vlogumun 3-cü gününə xoş gəlmişsiniz. Bugün Sədərəyə gəlmişəm. Burada bir-iki şey alacağım, onu sizə göstərəcəm. Bugün Sədərəyə alışverişə gəlmişəm.
Burada qəşəng cuflar var, görürsünüz. Oy düşdü. Burada piercinglər. Uşaqlar gəlmişəm üzümə saat baxmağa. Baxacam, xoşuma gələn olsa. Ümid edirəm ki, alacağım çünki saat almaq istəyirəm. Belə saat. Ayda heç nə ürəyimcən deyil. Neyse, zakaz eləyərəm, tanıyım. İstədiyim şeylər yoxdur. Yox. Gözümə yatan. Baxan dedim, ayda bu mənim olmalıdır dedim, heç bir şey yox idi. Heç nə yox. Boş-boşuna gəlmiş. Zakaz eləyəcəm. Uşaqlar, bir dənə çantamla gəldik. Nasıl baxmağa gəldik. Hansıydı? Değil. Okay. Uşaqlar, buradan alacağım. Ben de belki aldım. Buradaki orijinallar, buradaki çantalar. Böyle bir şey. Buradaki kim bir şey. Bilmem. Təqribi. Uşaqlar, özümə çanta aldım. Göstereceğim. Birinci girdiğim mağazayı, ondan sonra çok böyük dibimlə baxdıqdan sonra qərarsızlıqla sonra bir də ən son seçdim. Belə. Gəldi o videoda göstərmə hissəsinə. İlk öncə bu qazı sizə göstərmək istəyirəm, görürsünüz. İzləyicilər bilir ki, mən riyaziyyat hazırlığındakı uşaqlarla gəzməyə getdiyim bir vlog var. O vlogda mən Minusiyaya girmişdim uşaqların. Orada bir oyuncaq var idi və mən orada atama göndərmə eləmişdim. Canım, ayata videoma baxırsan, mən bunu ala bilərsən. Bəli, o videonu gördünüz. Ona göndərmədə demişdim ki, göstərdiyi oyuncaq başqa idi. Sadəcə mən ona orada zarafatça demişdim. Amma atam ona nəzərə alıb ciddi başa düşüb. Bir dəfə mənə zəng gəldi ki, bəs hansı xoşuma gəldi? Ata da çox böyükdü, körnən rəyinlə hansı keçir. O da mənə bunu aldı. İstədim ki, onu da sizə göstərim. Gəlirsiniz. Tamam, oyuncağımı sizin üçün göstərdim. İndi keçək aldığım oyuncaq, aldığım əşyalara. Deməli, İlk öncə istəyirəm ki, videoda da olduğu kimi premium eldən aldıqlarımı sizə göstərim. Deməli, belə bir papkanın içine yerləşdirmişəm. Belə bir dənə papka aldım. Çünki bəzən tələbə qızların əlində görüldüm ki, bu papkalar istifadə edirlər. Hər ihtimala qarşı mən də bunları aldım. Belə bir dənə papkadır. Sonra bir dənə belə balaca bir dənə dəftər almışam. Görürsünüz, belədir. Balaca bir dənə dəftər. Sonra 3 dənə belə bir dənə dəftər aldım. Yəni rəngləri budur. Bu da riyaziyyat tipli vərəqləri. 3 dənə bundandır. Sonra bir dənə kitab ayrıcadır belə bir şey. Bundan 2 rəngli var idi. Bir biraz daha tünd rənglər idi. Bir də ki bu, bazıma dedim ki, hansı qəşəngdir? Odur ki, bu daha qəşəngdir. Deməli, 2 dənə belə üstünü çizmək üçün fosfor rəngdə belə bir şey aldım. Sonra bir dənə sarı rəngdə pozun aldım. Görürsünüz. Sonra çox da ruçkalar almadım. Bir dənə belə mən göstərim. Baxın. Belə bir dənə görünüşlü sadə karandaşdı. Görürsünüz, belə bir şeydir. Amma sadə karandaşlı ruçkadır. Yəni belə sadə karandaş almışam. Burada ruçkalar var. Burada mor rəngdə ruçkadır, qara rəngdə ruçkadır. Sonra bu rəngli yazır. İstifadə edənlər bilər bu. Adi mavi yazan ruçkadır. Görünüşü belədir. Bu qırmızı ruçkadır. Bu da 2 dənə mavi ruçkadır. Bu da yaşıl ruçkadır. Sonra istifadə edəcəyim dəftər ruçkalar bu qədər. Düşündüm ki, bəs çox istifadə eləməyəcəyim məncə. Yəni bu qədər aldım. Nəsə də lazım olsa onsuz da ömür boyu dəftər ruçka almışıq. Nəysə.
Belə bir şey göstərmək istəyirəm. Görürsünüz bunu. Belə bir şeydir. Bunu mənə yeni atam alıb, sağ olsun. Burada 2 dənə broşkalar var. Bu tazlıdır, bu da güllü fasondur. Burada rezinləri var. Dünən atam mənə bu şəklini göndərib ki, hansını istəyirsən deyə canım ata verib ki, mən hələ uşağam. Neyse, ama çok şirindir. Deməli, göstərmək istəyirəm dünən Sədərəkdən aldığım əşyaları. Bir dənə sadə almışam. Görürsünüz. Görürsünüz odakları yoxsa ya, burada şəklini qoyaram, qolumda necə qalır deyə çox qəşəng saatdır. Keçək ən əsas mənim canım sunkama. Bu demək sunka almışam. Çox ama çox bəyəndiyim bir sunka oldu həqiqətən. Çox qəşəngdir. Baxın. Bir dəqiqə. Bunu belə uzun da eləyə bilərsiniz. Siz bunu belə də eləyə bilərsiniz, qısalda bilərsiniz. Burada belə bir detay var, görürsünüz. Öz markasının yazısı. İlk başda bu görürsünüz. Belə maqnit şəklindədir. Burada bir cipi var. Yəni kart falan qoya bilərsiniz. Burada belə bir içi var. Burada zamakları falan var. Həqiqətən bu çox ürəyimcə olan bir çanta oldu. Bunu oradan aldım. Sonra Temu alışverişlərini göstərmək istəyirəm. Temu'dan aldığım alışverişlerimi. Deməli, bu dolabda indi sizə göstərəcəm. Dəqiqəm. Ağ renkli belə bir dənə corabıdır. İçində 10 cütdür. Bəli. Bu da ki, kapron kalıqdadır. Qara renkli, onu göstərməyə ehtiyac yoxdur. Bu indi göstərəcəm. Bunu göstərməyə ehtiyacı var. Özünün belə bir çantası var. Bu nədir? Fırçadır. İndi belə töküb göstərəcəm sizə. Bu set şəklindədir. Bu 10 dənə idi. 10 dənə idi içində. Belə set şəklində bir şeydir. Bir dəqiqə belə çönüm. Görürsünüz, ulduzları belə hər cürəsi var. Belə. Sonra nə almışdım? Sonra Sədərəkdən heç nə. Belə bir crop almışam. 3 rəngdən. Da eynidir. Bu da həmçinin Temu'dan aldığımdır. Sonra belə bir Cartier'in mismar olan qolbağı və üzüyünü almışam. Böyük ehtimal ki bilərsiniz. Bunu buradan almışam. Bunu buradan almışam. Sonra geçək sizə ən möhtəşəm olan şalvarlarımı göstərməyə. Bəli, deməli göstərəm. Bir belə tünd renkdə bir dənə belə cins şalvar almışam. Görürsünüz, bu yəni sadəcə belədir, bu renkdədir. Sonra bir dənə belə qara bir şalvar almışam. Belədir. Ayaqları biraz daha geniş olan şalvarlar var. Bax, elə bir şeydir bu. Sonra yenə eyni bir dənə, amma bu dəfə tünd renkdə olan mavi bir dənə cins almışam. Bunun görürsünüz ki, ayaqlarında belə detayları var. Özün cızıqları. Sonra bu renkdə bir dənə şalvar almışam. Mən bu renkdə bir dənə şal, bir yox, 2 dənə şalvarım var. Amma hərəsi fərqli-fərqlidir. Bu amma tam belə adi şalvar kimi qalır. Da belə. Sonra bir dənə belə kətan materialında olan bir şalvar almışam. Görürsünüz, rəngi də belədir. Bunu kombinləşdirib almışam. Çox qəşəng şalvardır. İndi videoda biraz belə tünd görünür. Amma normalda siz necə haki rəngi ilə mavi rəngin qarışığı. Bəyək qəsərləmək isə papqa və xan rəngində bir şeydir. Amma çox da elə deyil. Yəni bir tık ondan bir hamısı. Bir dənə belə açıq rəngdə bir dənə cins şalvarım var. Arxa cibində də belə bir detay var. Yəni belə. Çox qəşəngdir. Bəli, şalvarlarım da bu qədər. Sonra istəyirəm sizə göstərim bunları. Deməli, biraz havalar sərinləşən vaxtda belə bir dənə havanın sərinləşəcəyi vaxtda üçün bir dənə belə ağ şey almışam, jaket almışam. Görürsünüz. Belə. Sonra bir dənə belə köynək almışam. Qırmızı rəngdə. Qəşəngdir məncə. Arxası da belə. Normal, düz. Qırmızı rəngli köynəkdir. Sonra belə bir dənə belə köynəkdir. Üstündə belə siz bu belədir. Geyinəndə daha qəşəng qalır əynində. Belə qat-qat olur. İndi belə düz görünür də. Geyinəndə çox qəşəng qalır. Belə normalda videoda gözəl görünməsə də geyinəndə çox qəşəng qalır. Bu da yenə həmişə kimi sərçukadır.
Görürsünüz, belə bir şeydir. Yəni siz necə ağ köynəkdir, içində də adi sadə bir köynəyin üstündən geyinmək olar ya da ki belə geyinmək olar. Yəni belə görsək bir dənə sərus qalmışam. Sonra bayaq göstərdiyim korичневый olan köynəyin bu ağ qırmızı rəngidir. Görürsünüz, bu hissəsi biraz belə yığılmış kimidir. Belə göstərir. Sonra bunlar siz nədir? Bu video göstərmişdim. Mən sizə sərçuqa baxdığım. Bunu oradan almışam. Deməli, bu ağ sərçuqadır. Qollarında belə bağlanma şəkli var. Yəni detaylı belə bir şey, gözəl bir sərçuqadır. Sonra bir dənə də yeni almışam. Amma bu rəngdədir. Görürsünüz. Üstündə belə naxşı var, işarəsi var. Bu rəngdə. Belə. Yəni bundan aldım. Dedim ki, bəyənərsiniz. Bütün bu il birinci kurs alan tələbələrin hamısını təbrik edirəm. Sizə tələbəlik həyatınızda uğurlar arzulayıram. Gəlin videoda görüşərik. Universitetin ilk günü videosunda görüşərik. Bay bay, sağ olun. Özünüzə yaxşı baxın. Kanalıma abunə olub like atmağı da unutmayın.